Hər vaxtınız xeyirli olsun. Masazırda Cantapa ərazisində 3 otaqlı həyət evi satışdadır. Ev tam təmirli vəziyyətdədir, genişdir, hündürlüdür, kürsülüdür və demək olar ki 2 mərtəbəli, zirzəmisi də genişdir. Sənədlər tam qaydasındadır. Paket sənəddir. Evin də torpağın da sənədləri tam qaydasındadır. Çıxarış mülkiyyətdir. Yəni notarial qaydada alqı-satqıya gediləcək və ipoteka ilə də ev almaq istəyənlər bu evi asanlıqla əldə edə bilərlər. Evin üst görünüşünə baxdıq. Kürsüsü və kombi aparat üçün yeri hazır vəziyyətdədir. Və mən zirzəmisini göstərmək istəyirəm. Yəni buranı da otaq kimi də düzəldib istifadə etmək olar. Göründüyü kimi kifayət qədər çox hündürdür. Belə bir deməli aşağıda da gördüyünüz kimi ara kəsmələr, daşlar hamısı qoşa daşla gedibdir. Bax bura zirzəmisi, hamam üstündə yeri hazır vəziyyətdədir. Bura otaqların altıdır. Belə geniş beton kəmərlidir. Fundament karkaz betonludur. Burada otaq yeridir. İndi ora işıq yanmır. Tam yəni bax belə hazır vəziyyət. İkinci mərtəbə isə tam təmirli vəziyyətdədir. Aşağı isə alıcı özü istədiyi kimi alıb təmir eləyə bilər və yaxud da ki ehtiyat hissə kimi istifadə edə bilər. Evə daxil olduqda ilk öncə dəhlizi, onu qeyd edim ki, ev 90 kvadratdan ibarətdir. Sol tərəfdə belə bir geniş mətbəxi var. Mebel üçün yeri hazır vəziyyətdədir. Pəncərənin görüntüsü həyətinə baxır. Geniş bax belə bir həyəti var ki, deməli həyətinə də rahatlıqla 2 maşın rahatlıqla yerləşir. Qeyd etdiyim kimi kombi sistemi hər bir otaqda yerləşdirilibdir, quraşdırılıb. Kondisioner üçün işıq xətti çəkilib. Bura isə zal otağıdır. Divar kağızları çox gözəl səliqə ilə işlənibdir, vurulubdur. Yəni təmiri çox gözəl, keyfiyyətlidir və tikintisi də çox keyfiyyətli tikintisi var. Bura isə yataq otağı. Hər otaqda da kondisioner üçün işıq xətti çəkilibdir. Bura isə 3-cü bir otaq, yataq otağı. Evin başlanğıc qiyməti 97.000 manat deyilir. Real alıcılara endirim olunacaqdır. Bura isə hamam otağıdır. Metlaq kafelli. Bir daha qeyd edim, sənədlər tam qaydasındadır, 90 kvadratdır, 3 otaqdan ibarətdir və çox gözəl keyfiyyətli tikilisi var evin.